Avropa Siyasi Birliyinin 8-ci zirvə görüşü başa çatdı. Bu dəfə beynəlxalq platformaya Ermənistanın paytaxtı ev sahibliyi etdi. Avropa ölkələri və Avropa İttifaqının liderləri ilə yanaşı baş nazir İrakli Qobaxidzenin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyəti də sammitdə iştirak etdi. Yaxın Şərqdəki geosiyasi gərginlik və hadisələr fonunda Yerevanda Gürcüstan tərəfi bir daha Gürcüstanın Orta Dəhliz layihəsindəki xüsusi tranzit rolunu nümayiş etdirdi. Daimi masa formatında Gürcüstanın baş naziri ölkənin tranzit potensialını maksimum dərəcədə artırmaq üçün planlaşdırılan layihələrdən danışdı. Zirvə görüşü çərçivəsində İrakli Qobaxidze və Vladimir Zelenski arasında görüş də keçirildi. Liderlər Rusiya-Ukrayna müharibəsinin başlamasından və Gürcüstanla münasibətlərin pisləşməsindən sonra ilk dəfə üzbəüz danışdılar. İki ölkənin ilk diplomatları arasında da dialoq keçirildi. Gürcüstanın baş naziri həmçinin Fransa prezidenti ilə də danışdı. Avropa Şurasının prezidenti ilə üzbəüz görüşdü və NATO-nun baş katibi ilə ünsiyyət qurdu. Tbilisi Yerevanda keçirilən sammitə cavab verir. Böyük Britaniya və Finlandiyanın birgə mövqeyinə sosial şəbəkədə Gürcüstan parlamentinin sədri Şalva Papaşvili münasibət bildirib. Media azadlığı koalisiyasının həmsədri olan ölkələrin Britaniya və Finlandiyanın birgə bəyanatı Gürcüstandakı Britaniya səfirliyinin səhifəsində yayımlanıb. Bu səfirliyin 2 aydır 2 aparıcı Gürcü mediasını məhv etməyə çalışdığı halda bu saxta pafosla dolu mətn oxuyanda yalnız bir qiymət verə bilərsən timsah göz yaşları deyə Şalva Papaşvili yazır. Bugün Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində Gürcüstanla bağlı 2025-ci il hesabat layihəsi səs verməyə çıxarılır. Məruzəçi Rasa Yukneviçenedir. Sənəddə düzəliş də əks olunub. Buna görə Avropa Parlamentinin bəzi üzvləri Gürcüstanın 3 televiziya kanalı İMEDi, Post TV və Rustavi Orinin sanksiyalaşdırılmasını tələb edirlər. Düzəlişin müəllifləri olan Avropa Xalq Partiyasının qrupunun deputatları bildirirlər ki, bu kanallar sistemli dezinformasiya, böhtan kampanyaları və düşmən təbliğatı yayır. Gürcü arzusu rejimin faktiki kommunikasiya qolu kimi çıxış edir və müstəqil media deyil. Müxalifət bunu hakimiyyətin zərərli siyasətinin nəticəsi sayır. Hakim komanda üçün isə sənədin məzmunu gözlənilməz olmayıb. Düşən əzələ distrofiyası xəstəliyindən əziyyət çəkən uşaqların valideynləri hökumət administrasiyası qarşısında etirazlarını davam etdirirlər. Onların əsas tələbləri son illərdə ortaya çıxan müalicəvi dərmanların Gürcüstana gətirilməsi, dövlət proqramı ilə maliyyələşdirilməsi və müvafiq tədqiqatların aparılmasıdır. Düşən əzələ distrofiyası genetik xəstəlikdir və əzələlərin zəifləməsi ilə xarakterizə olunur. Ölkədə bu diaqnozla təxminən 80 nəfər yaşayır. Donald Trump bildirib ki, əgər İran ABŞ gəmilərinə hücum edərsə, onları yer üzündən siləcəklər. Ağ Evdə keçirilən tədbirdə o qeyd edib ki, İranın dəniz qüvvələri ciddi itkilər verib. Onun sözlərinə görə ABŞ bəzi gəmiləri saxlaya bilərdi, lakin hərbçilər onları məhv edilməsini seçiblər. Həmçinin bildirilib ki, İran münaqişə bitdikdən sonra yanacağın qiymətləri sürətlə və əhəmiyyətli dərəcədə azalacaq. Axalçıxa Bələdiyyəsinin Xaqi kəndində daxili avtomobil yolunun bərpası davam edir. Layihə çərçivəsində 1300 metrlik hissəyə beton örtük döşənəcək və yağış sularının axıdılması üçün kanallar qurulacaq. İşlər yerli büdcə hesabına maliyyələşdirilir. Yolun bərpasından sonra kənd sakinlərinin inzibati mərkəzlə əlaqəsi asanlaşacaq.